Qoy hər gününüz Rəblə bağlı olsun, hər gününüz Rəbbin kəlamı ilə dolu olsun, Rəbbin işığı ilə, nuru ilə dolu olsun. Bugün çox gözəl bir gündür. Qoy Rəbbin ehtişamı hər birinizin üzərində bərqərar olsun. Və kəlam deyir ki, sən bizim sipərimizsən və sən bizim gizlənəcək bir yerimsən. Dua eləmək istəyərdim ki, Rəbbə şükranlarla gələk. Hər zaman baxmayaraq ki, nə baş verir, baxmayaraq ki, nələrdən keçirik və nələri yaşayırıq, amma hər zaman Rəbbə təşəkkür eləyək. Minnətdaram ya Rəbbim bugünkü günəşi bizim üzərimizə çıxartdığın üçün. Minnətdaram ki, bu səhəri bizə bəxş elədiyin üçün. Minnətdaram ki, sən xeyir duaların hər səhər yenilənir bizim üzərimizdə, ailələrimizin, evlərimizin üzərində. Minnətdaram ya Rəbbim. Çarmıqda bizə azadlığı əldə etdiyin üçün. Minnətdaram Ata Tanrı, bizə öz məhəbbətini göstərdiyin üçün. Minnətdaram ya Rəbbim, ayağım yer tutduğu üçün, gözüm gördüyün üçün, sən yaratdığın bütün gözəllikləri. Minnətdaram ki, mənim qulağım sənin səsini eşitdi, sənin kəlamını eşitdi və məni köləlikdən azad elədi. Minnətdaram ki, ya Rəbbim, bugün biz buradayıq, biz səni tanıyırıq, biz səninlə yaşayırıq. Sənin kəlamınla sənin necə olduğunu, sənin ürəyin nə qədər böyük olduğunu tanıya bilirik. Minnətdaram ki, ya Rəbbim, sən bizə özünə varis seçdin. Minnətdaram ki, sən bizi özünə evlad seçdin. Minnətdaram ki, sən mənim atamsan, sən mənim valideynimsən, sən mənim ya Rəbbim padşahımsan. Qoy sənin səltənətin mənim evimdə bərqərar olsun. Qoy sənin padşahlığın mənim nəslimin üzərində bərqərar olsun, ya Rəbbim. Qoy bizim evladlarımız daim və daim sənin adını ucaldaraq yaşasınlar. Qoy bizim evimiz, ev əhlimiz yalnız sənə və yalnız sənə iman eləyərək sənə qulluq eləsin. Qoy bizim hər bir hərəkətimiz, hər bir addımımız, hər bir sözümüz sənin adını ucalardan daha da ucaltsın. Qoy bizim həyat tərzimiz sənin adını ucaltsın. Sənin kəlamın, ya Rəbbim, bizim üzərimizdə bərqərar olsun. Sənin vədlərin üzərimizdə bərqərar olsun, ya Rəbbim. Və gördüyümüzə deyil, görmədiyimizə iman eləyərək, addımlayaraq gedirik, ya Rəbbim. Yalnız üzümüz sənə tərəf dönüb, yalnız üzümüz səni axtarır, yalnız ürəyimiz səni istəyir, ya Rəbbim. Yalnız və yalnız sənə ehtiyacımız vardır, Ata Tanrı. Sənə hər bir şey üçün minnətdaram. Kimsə nələrdənsə keçir, kimsə hansısa bir acını çəkir, kimsə nəyinsə fikrini çəkir, kimsə nəyinsə hansısa bir problemi böyüdərək onu addımlaya bilmir. Hər bir kəsi sənin huzuruna gətirirəm, ya Rəbbim. Kim nə ilə üzləşibsə üzləşsin, fərq eləmir. Qoy bu problem dağları olsun, qoy bu maliyyə problemi olsun, qoy bu sağlamlıq problemi olsun, qoy bu evlad problemi olsun. Və yaxud nə problem olursa olsun, sənin adın hər bir problemlə və hər bir xəstəlikdən daha ucadır. Sənin adının qabağında hər bir şey diz çökür. Və sən bizə səlahiyyət verdin ki, bütün hər şeyin üzərindən ayaq tapdalayaraq keçək və irəli gedə bilək. Və bunun üçün sənə minnətdarım, ya Rəbbim. Sən bizə verdiyin o səlahiyyətin üzərində duraraq mən əmr eləyirəm bütün dağlara, bizim qabağımızı tutan, bizim sağlamlığımıza ziyan gətirən, bizim maliyyəmizi darmadağın eləyən bütün dağları deyirəm ki, durun və aşın. Çünki İsa Məsih bizə o səlahiyyəti verdi. Çünki İsa Məsih bizə o qaliblik ənamlarını verdi və biz onları əldə eləyərək və biz onları əlimizdə bir sipər olaraq tutaraq biz hər bir problemə aş, yox ol deyə bilirik. Və bunun üçün Rəbbə minnətdarlığımızı bildiririk ki, bu səlahiyyət bizdə vardır. Həqiqətən də biz çox bəxtiyarıq ki, biz bu dövrdə yaşayırıq. Biz çox bəxtiyarıq ki, biz Rəbbi bir Ata Tanrı olaraq tanıyırıq. Biz çox bəxtiyarıq ki, biz bir bədənin üzvüyük. Biz çox bəxtiyarıq. Bunun üçün Rəbbə həqiqətən də minnətdaram. Qoy Rəbb hər birinizin üzərinizdə öz xeyir dualarını, öz nemətlərini, öz gözəlliyini, öz məhəbbətini bərqərar eləsin.
Qoy o yanış bizlərdən başlasın. Qoy o yanış ailələrimizdən başlasın. Qoy o yanış evladlarımızdan başlasın. Ya Rəbbim, gəncləri sən huzuruna gətirirəm. Körpələri sən huzuruna gətirirəm, ya Rəbbim. Qoy onlar bu dünyanın bu xorunda dolaşmasınlar. Qoy onlar bu dünyanın yalanında dolaşıb qalmasınlar. Qoy onlar sənin həqiqətini tutaraq, sənin həqiqətini seçərək, sənin həqiqətin dalınca getsinlər və heç vaxt bu dünyanın pisliyi onlara ziyan vura bilməsin. Qoy bu dünyanın pisliyi onların yanından belə, yörəsindən belə keçə bilməsin, ya Rəbbim. Qoy bizim evladlarımız sənin adını tutaraq bir ömür gedə bilsinlər, ya Rəbbim. Ən böyük arzularımdan biridir, ya Rəbbim. Mənə elə gəlir ki, hər bir valideyn arzusu odur ki, onun evladı Rəbbin ətəyindən yapışaraq yaşasın. Onun evladı yalnız və yalnız Rəbbdən istəsin, Rəbbə qaçsın, Rəbbə axtarsın, ya Rəbbim. Ata Tanrı, hər bir insanın maliyyəsini sən huzuruna qaldırıram və iman eləyirəm ki, biz, ya Rəbbim, itirdiyimizin 7 qatını sən bizə qaytaracaqsan, sən bizi xeyir dualandıracaqsan. Çünki sənin kəlamın bunu deyir. İblis oğradığı 7 qatını mən sizə qaytaracam və biz bununla, imanla yaşayırıq və o maliyyə, ya Rəbbim, tək bizə deyil, bizim ətrafımızda olan hər kəsə qoy xeyir gətirən bir maliyyə olsun. Qoy o maliyyə ilə, ya Rəbbim, sənin səltənətini daha da ucalda, daha da genişləndirə bilək. Qoy bizim maliyyəmiz bu dünya işləri üçün deyil, səltənət işləri üçün qoy yararlı olsun. Ya Rəbbim, mən bütün işsizliyi, ya Rəbbim, sənin adınla bağlayıram. Qoy hər kəs öz işi ilə işləsin. Qoy hər kəsin işi səndən uzaqlaşdırmasın, amma sənə daha da yaxınlaşdırsın. Qoy hər kəsin işi onların sağlamlığını, onların rahatlığını əldən alan bir iş olmasın. Amma onlara rahatlıq, onlara sevinc gətirən bir iş olsun. Qoy hər bir işdə sənin, ya Rəbbim, əlin olsun. Qoy hər bir işdə sənin xeyir duan olsun. Bütün iş yerlərini sənin adına xeyir dualandırıram, ya Rəbb, ya İsa Məsih. Qoy bizim maliyyəmiz həqiqətən də neyniyək, nə cür eləyək deməyək. Qoy hər zaman və hər zaman, ya Rəbbim, bizim ehtiyacımızı ödəyən sənə güvənək. İşə deyil, insanlara deyil, pula deyil, ya Rəbbim. Yalnız sənə və sənə ehtiyaclarımızı bağlayaq. Çünki sən bizim çobanımızsan və sən bizi ən yaxşı yerlərdə otarırsan. Sən bizi axar suların kənarında böyüdürsən, xeyir dualandırırsan. Bunun üçün sənə minnətdaram, Ata Tanrı. Halleluya, ya Rəbbim. Halleluya, ya Rəbbim. Amin, amin, amin.